Cemi, Gəncəyə getsəm yaxşıdır, Qəbəliyə getsəm yaxşıdır, hansı rayon? Demə də, ta mənim üstümə atma da sənin priyativləri və uyğun olan rayon hansıdır. O sözü demə. Konkret de, Gəncəyə gedim, Qəbəliyə gedim. Düzü, mənim tövsiyəm Gəncəyə getməyin daha rahat və daha mərkəz olardı. Qəbələ də gözəldir, amma yol daha uzun və vaxt baxımından daha çox alır. Ona görə də praktiki olaraq Gəncə daha əlverişlidir. Gəncədə ən məşhur yer haradır? Hara getməyimi məsləhət görsən? Ay, fikirləşir Gəncə deyəndə. Qorxur ki, birdən nəsə deyər. Cemi niyə baxıyor ya? Yox, qorxmağa dəyməz. Gəncədə ən məşhur yerlərdən biri Cavadxan bağlarıdır. Orada həm tarixi abidələr var, həm də gözəl istirahət zonasıdır. Bir də ki, Gəncə qala qapıları və Nizami Gəncəvi məqbərəsi də çox məşhurdur. Nizami Gəncəvi kimdir, Cemi? Nizami Gəncəvi orta əsrlərin